Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullah. Sizi İmam Rıza Aleyhisselam'ın mübarek aleminden salamlayır ve bu gece İmam Rıza Aleyhisselam'ın mevlud gecesidir. Sizleri bu münasibetle tebrik edir ve sizin dikkatinize İmam Rıza Aleyhisselam'dan bir mübarek rivayet okuyor ve sizi Allah'a tapşırıyor. İmam Rıza Aleyhisselam rivayetlerin birinde buyurur ki, elm bir hazinedir. Onun açarı ise sual etmekdir. Allah sizə rəhm eləsin bu işdə, yəni bu sual verməkdə, bu elmi öyrənməkdə Allah sizə rəhm eləsin. Sual edin. Sual edin ki, Allahın rəhməti sizə nazil olsun. Bu işdə, yəni bu sual etməkdə, elmi öyrənməkdə mükafat var. 4 nəfər üçün mükafat var. O 4 nəfərin birincisi sual edəndir, ikincisi müəllimdir, təlim verən, üçüncüsü eşidən, dördüncüsü ise bu sualı cevaplandırandır. Allah sizi ve bizleri İmam Rıza Aleyhisselam'ın inayetinden ayrı salmasın. Sizi Allah'a tapşırıyor. Allahümme sallallahu aleyhi ve Muhammed ve aleyhi.